sən ona görə planlamaqda çətinlik çəkmirsən ki, aldığın hansısa məlumat səhvdir, parametrlər səhvdir. Yəni, aldığın parametrlər, öyrəndiyin parametrlər heç vaxt tam dolğun deyil. Məsələn, indi televizorda, iqtisadiyyatda deyirlər, dolların kursu daim sabit qalıb. Əslində, bu iş adamı üçün gözəl bir şeydir. Bilir ki, 170'dir daim. Ancaq həyat, elm deyir ki, heç vaxt tam %100 dəqiq məlumat yoxdur. İstənilən məlumat, parametr tam dolğun deyil. Daim variasiyalarla dolu. Yəni dəyişikliklərlə. Onda da daim dəyişikliklərlə olsa, onda gərək yaşamayaq. Çünki ən azından bir tikə çörək pulu dalıca getmək üçün inanasan ki, səhər yuxudan ayılacaqsan. Qabaqçı şamanlar necə işləyirdi, qarğışlar, prokletiya. Ged, gözün çıxsın, qolun çıxsın, qayadan uçacaqsan, ilan səni vuracaq. Beyninə həkk elirdi, dəfələrlə trans vəziyyətinə özünü gətirirdi, düşürdü qayadan, ölürdü, şaman düz dedi. İndi biz də hər gün səhər-səhər yuxudan ayılmaq üçün, ən azından çörək pulu dalıca getmək üçün özümüzə komanda verməliyik ki, bəli, mən sağ-salamatam, səhər açılacaq və çörək pulu dalıca gedəcəm. Burada ayağımızı kilitləyən, qıfıllayan bir məqam da var ki, bugünləri mən adi sürücüyəm. Günə baran kurucu, günə 5 manat qazanıram, ailəmi dolandırıram, frenlə işıq pulu ödəyirəm, uşağın repetitor pulunu ödəyirəm. Ancaq Allah mənə baş da verib ki, proqnoz vermək ki, mən öz yerimə kimisə hazırlamalıyam. Övladlarımdan kimsə məni kimi qanunpərəst, zakonoposlushni qrajdanin olub, iş dalıca getməli, nəysə bir sənət öyrənməli, vergi verməli, filan eləməli, bəsməkan eləməli. Və əgər öz yerimə belə bir şəxs yetişdirməmisənsə, həyatın yalnız səndən ibarət. Yəni, sən görürsən ki, sənin rejimində o davam eləməyəcək. Başa düşürsən? Yəni, ayağımızı kilitləyən məfhumlardan biri də bu. Bunun ilahi tərəfi də var ki, məsələn, uşaq var bir misra yanında şeir deyərsən, hafizdir, əzbərləyər, 10 saat oxudarsan, heç nə qavramayacaq. Yəni, Allah Teala ona o şeyi verməyib. İndi deyinək, Allahla dava eləyəsi deyilik ki, olanı budur. Necəsə güc tapıb gərək yaşayaq.